Allah'ın salamı olsun aziz izleyicilerime. Bugün may ayının 11'idir. Mənə insanlar müraciət edirlər, kiçik bir bağçası və yaxud həyatında 2-3 ağacı olur. Müraciət edirlər ki, bəs biz dərman tapa bilmirik, dərmanların adlarını bilmirik və yaxud maddi imkanımız yoxdur. Kəndlərdə yaşayırlar, bu qədər də imkanları yoxdur. Mən də cavabında yazıram ki, əgər heç bir imkanınız yoxdursa, ağaclarınızı xəstəlik və ziyan vericilərdən müəyyən qədər qoruyasınız. Heç olmasa 1 kilo duz, adi xörək duzu 10 litr suya tökün və onu ağaclarınıza çiləyin ki, bu da müəyyən qədər həm çiçəkləməni gecikdirir, soyuq havalar keçsin, həm də ki, xəstəlik və ziyan vericilərin müəyyən qədər təmizləməsində rol oynaya bilir. Əgər heç nə yoxdursa. İndi mən bunu demək istəyirəm ki, əgər insanların kiçik bir bağçası varsa, onların əlində 4 vasitə varsa, özdə əldə olunan vasitə. Deməli, bu nə apteklərdə, nə başqa yerlərdə gəzmək lazım deyil. İnsanların öz əlinin altında bu 4 vasitə əgər olarsa, onlar öz kiçik bağçanı xəstəlik və zərərvericilərdən qoruya bilərlər. Bu 4 vasitə hansılardır? Birinci, çay sodası. Bütün evlərdə olur. İkinci, yod. Bütün apteklərdə yod satılır. Bir, ocaq külüdür. Bir də ki, paltar sabunu. 72% paltar sabunu. Əgər bu 4 vasitə kimdə olarsa, o öz kiçik bağçasını profilaktik tədbir aparmaq şərti ilə onlar xəstəlik və zərərvericilərdən onları qoruya bilərlər. Mən bugün paltar sabunu haqqında sizə məlumat verirəm. Paltar sabunu 72% paltar sabunu mənənə və yarpaq bitlərinə qarşı çox yaxşı istifadə olunur. Deməli, nə edirlər? Mənənə və yarpaq bitlərinə qarşı bir parça sabun götürüb 10 litr suda həll edib onu ağaclarınıza və yaxud bitkilərinizə çiləyirsiniz ki, bu da zərərvericilərin nəfəs borularının tutur və onların inkişafının qarşısını alır. İkinci, bitkilərdə unlu şey xəstəliyi olur. Unlu şeyə qarşı paltar sabunu əla vasitədir. Bu, deməli, bir tikə sabun götürüb, bir xörək qaşığı da çay sodası qarışdırıb 10 litr suda bitkilərə çilənir. Bu şeyə qarşı yox, bu göbələk xəstəliyi, əksər göbələk xəstəliyinə qarşı da bu tədbiri görmək olar. Sonra başqa dərmanları yapanda onlar effekt vermirlər. Onların həmin o başqa dərmanların mənimsəməsində paltar sabunu əla rol oynayır. Çünki o yapışdırıcı xüsusiyyətə malikdir. Həmin dərmanların bitkilərə yapışdırılmasına həm fungsidlərin və həm də insektisitlərin yapışmasına kömək edir. Əkində qabaq zəif məhlulu torpağa əgər çiyləyiriksə, adi torpağa çiyləyiriksə, zərərli həşəratların süfrələrini məhv edə bilir. Ondan sonra 100 qram xardal bilirsiniz də, xardal qarçitsadır. 100 qram xardal, 100 qram sabun sürtkədən keçirilir, 100 qram da çay sodası. Bunların üçünü qarışdırırsan, 10 litr suya tökür və bu suyu fitoftoraya qarşı çilirlər, o yaxşı effekt verir. Mənim paltar sabunu haqqında bu qədər son gələn görüşlərə dək.